Hər vaxtınız xeyir. MİQ və sertifikasiya hazırlayan ibtidai sinif müəllimlərimizi nəzərinə çatdırım ki, artıq bundan sonra biz sizə ödənişsiz formada maksimum dəstək olacaq. Elə bir dəstək ki, inanmıram ki, hansısa ödənişli dərsə qoşulanda sizə bu formada, bu cür geniş miqyasda və bu cür keyfiyyətdə xidmət göstərsin. Təbii ki, bu mənim şəxsi fikrimdir. Dərslər YouTube kanalımızda ödənişli şəkildə paylaşılandan sonra özünüz də baxıb dəyər verəcəksiniz. Təbii ki, bu da sizin seçiminiz olacaq. Amma dəstək qarşılığı olmalıdır. Biz sizə maksimum dəstək göstərməyə çalışacağıq və bu dəstəyimizi davam etdirməyə çalışacağıq. Bunun müqabilində siz də bizə dəstək olmalısınız. İndi mən bizim dəstəyimiz nə olacaq? Sizdən gözlədiyimiz dəstəyində onun haqqında daha ətraflı məlumat verəcəyəm. Amma siz zəhmətə dəyər olaraq videonun bu 3-5 dəqiqəlik hissəsini axıra kimi izləyin. Çünki mən bu videonu ayrıca çəkirəm. Bütün videoların əvvəlinə yapışdıracağam və bu barədə hər birinizin məlumatı olsun istəyirəm. Keçirəm dəstəyə. Birinci bizim göstərəcəyimiz dəstəyə. Biz nə dəstəyi göstərəcəyik? YouTube kanalımızda ödənişsiz formada riyazi bazı dərslərimiz hansı ki saytdadır, ödənişsiz formada paylaşacağıq. Daha çox uzatmamaq üçün aşağıya çəkmirəm. 26 dənə video dərsdir. Hər biri playlist formasında düzəldiləcək səliqəli ardıcılıqla. Orada paylaşılacaq. Rahat şəkildə ardıcılıqla izləyə biləcəksiniz. Riyazi bazı dərslər haqqında qısa olaraq deyim ki, bu məsələlər deyil. Siz burada riyazi bazı formasındasınız, məsələlərə girişsiniz. Yəni birinci ələb bilməliyiz, toplama nədir, çıxma nədir, vurma nədir, bölmə nədir, qallı bölmə nədir, adi kəsir, onluq kəsir, müsbət, mənfi, tənlik, bərabərlik. Sadəcə belə bir şeylər öyrənirsiniz. Tam hazır olsun, sonra girişəcəyik məsələlərə. Birinci bazı dərslərimizdə çox uzatmaq istəmirəm. Onu paylaşdıq 26 video. Burada MHM 2025 yazmışam. Qara üzlü kitabdır, 4500 testi olan qalın kitabdır. Burada MHM kitabının, daha uzatmıram, 150 videoda hərəsi 2 saatlıq. Çox böyük bir zəhmət var. MHM kitabının bütün mövzularının ətraflı şəkildə izahı və hər bir testin, 4500 testin hər birindən ətraflı şəkildə izahı verilir. Ay bu onun təkrarıdır, yox bu asandır, belə bir şey yoxdur. Hər birindən acılıqla izahı verilir. Biz bu formada sizə dəstək olacağıq. Siz çox rahat bir şəkildə oturub hər bir testi evdə işləyə də bilərsiniz. Mövzu izahına baxandan sonra ilşəndə videoda hər bir testin izahını tapıb tezdən izləyə bilərsiniz ki, bu hissədə nə səhv eləmişəm, nəyi başa düşmüşəm və s. Bunun müqabilində keçirik sizin dəstəyinizə. Siz bizə necə dəstək ola bilərsiniz? Siz bizə, mən bilirəm ki, elə bir minimum ödənişli sınaq qrupu açırıq ki, ona 90%, 95%-in imkanı çatar. Ən azından mən belə düşünürəm. Təbii ki, istisnalar da ola bilər. Çünki bu nisbi anlayışdır da. Kimin imkanı çatmırsa o öz yerində. Yəni bunu vicdanla özünüz hesablaya biləcək gücdəsiniz. Yəni görəcəksiniz, yox da, rahatsızım çoxdur deyir, mənim ona imkanım yoxdur. Aylıq 20 AZN ödəniş etməklə bizim sınaq qrupumuza qoşulursunuz və bizə dəstək olmuş olursunuz. Amma sınaq qrupuna da boş-boşuna qoşulmursunuz da. Sınaq qrupuna da qoşulanda həm bizə dəstək olmuş olursunuz, həm də biz sizi biraz daha mükəmməl bir şəkildə təkmilləşdiririk. Görün nələr əldə edirsiniz. Sınaq qrupuna qoşulanda, artıq bu ödənişli qrupa qoşulanda deyirəm nələr olacaq. Ki, qoşulmayanlar buradan da olsa öyrənə biləcəklər. Sınaq qrupuna qoşulanlar mövzu sınaqları əldə edirlər. Elə belə mövzu sınaqları deyil bu. Baxın, məsəl üçün 6 dənə sınaqdır. Bazı dərsini əhatə edən sınaqlar, o öz yerində. Ondan sonra MHM kitabı başlamır. Siz 2 mövzu izahını izlədiniz, o 2 mövzu testini işləmədiniz. Bax, o 2 mövzunu əhatə edən mövzu sınağı 1. Mövzu sınağı 2-də digər 2 mövzunu əhatə edən mövzu sınağı. Mövzu sınağı 3-də hər 2 dənədən bir. Başdan ayağına öyrənmişsə o bax, bir ilə ikinci sınaqdakı mövzular. Yəni indiyə kimi nə öyrənmişsə onların qarışıq sınağı. Bax, mövzu sınağı 4-də 2 mövzu, mövzu sınağı 5-də 2 mövzu, mövzu sınağı 6-da yenə də 1-dən 5-ə kimi. Yəni başdan ayağa. Yəni həftə 3 dəfə mövzu sınağı paylaşılacaq və təbii ki, onların izahı. Bir dəfə mövzu sınağı, ikinci dəfə mövzu sınağı, üçüncüdə isə yenə mövzu sınağıdır, amma başdan ayağa. Növbəti həftə mövzu sınağı 2 dənə. Üçüncüdə 2 həftə bir yerdə başdan ayağa. O bir həftə mövzu sınağı yenə də başdan ayağa. Yəni bu formada 40 dənə mövzu sınağının və mövzu sınağının izahını izləyəcəksiniz, işləyəcəksiniz və izləyəcəksiniz. Və imtahana 1-2 ay qalmış vaxtda isə ümumi sınaqları keçdik. Hazırda burada 80-dən çox ümumi sınaq var. Əlavə sınaqlar da əlavə olacaq. 2-3 ay qalmış isə gündəlik biz sizə sınaqlar verəcəyik və həmin sınaqların izahını verəcəyik. Və bundan da əlavə bizim ödənişli WhatsApp qrupumuzda olacaq. Daha doğrusu ödənişli WhatsApp qrupumuzda olacaqsınız həmin qrupa qoşulanda. Həmin WhatsApp qrupunda da gün ərzində kimin nə sual yazır, gecə gündüz səhər sualını yazır və mən sutka ərzində mütləq şəkildə cavablandırıram o sualları. İstər sınağa aid, istər YouTube-da izlədiyi mövzu izahına aid sual yarana bilər, istər başqa bir vəsaitdən sual yarana bilər, fərqi yoxdur.
İbtidai sinif müəllimlərini əhatə edə biləcək bütün suallara bir yerdə müzakirə eləməyə mən hazır. Təbii ki, riyaziyyatdan, başqa fəndən demirəm. Belə, ağlıma gələn bütün məlumatları verdim. Əlaqə nömrəsi burada olacaq. 077 325 70 77 nömrəsinə WhatsApp-da yazaraq dərslərimizə qoşulub həm bizə dəstək olmuş olarsınız, həm də özünüzü biraz da təkmilləşdirmiş olarsınız və ümid edirəm ki, bizə mütləq şəkildə dəstək olacaqsınız. Keçək videomuza. Hər vaxtınız xeyir. Baza dəstəyimizə qaldığımız yerdən davam edirik. Bu dəfəki mövzumuz tam ədədlərin toplanması. Təkcə toplanma olmayacaq, toplanması, çıxılması, vurulması və bölünməsini bu videoda hamımız birlikdə addım-addım öyrənəcəyik. Videoya sona kimi baxırsınız və ev tapşırıqlarını dərinlə işləyirsiniz, danışa-danışa. Yaxşı, dərinlə hər birini. Daha uzatmıram. Bu videonun əvvəlində çox danışmırıq olmasa. Bundan əvvəlki videoda biz müsbət və mənfi ədədləri, modullarının müqayisələrini, əks ədədləri hamısını öyrənmişik. Mütləq şəkildə ardıcıllıqla izləyin. Hə, mövzumuz indi başlayıq toplamadan, sonra çıxmaya keçdik, sonra vurma, sonra bölməyə. Tam ədədlərin toplanması. Normalda onsuz da biz, məsəl üçün deyirəm, hələ bu suallar qalsın bir qırağa. Tutaq ki, 13 üstə gəl 15 və ya 13 yazdım, əlbəttə yox. 0 üstə gəl 12, fərqi yoxdur. Müsbət ədədlərin toplanmasını bilirik, yəni natural ədədlərin toplanmasını bilirik, hətta 0 ilə toplanmanı da bilirik. Yəni 13 üstə gəl 13, 26, bunu su kimi bilirsiniz, 0 üstə gəl 12, 12. Yəni nə edirdi? Müsbət ədədləri toplayanda hələ toplayırsan, cavabı yazırsan, düzdürmü? Mənfi ədədlərin toplanması da eyni formadadır, hələ ki. 2 dənə mənfi ədədin toplanması, ya, müsbətlə mənfi ədədin toplanması ayrı cürdür, onu deyəcəm. Bax, 2 müsbət ədəd toplayan nə edirsən? Bunu hamısını bilsən. Ümumiyyətlə, tam ədədin toplanmasını deyirəm təkcə. 2 cür hal ola bilər də. Müsbətlə müsbət 3 cür hal ola bilər. Müsbətlə müsbət toplanar. Mənə sual kimi verilir ki, onu bilirəm. Mənfi ilə mənfi toplanar. 2 dənə mənfi ədəd yəni toplayar. Ya da ki, biri müsbət, biri mənfi olar. 3 dənə hal var da. Birinci hal onsuz da bilirik. Müsbətlə müsbət toplamağı onsuz da bilirik. Buna girməm. Bunu hamımız bilirik. İkinci hal nədir? Mənfi ilə mənfi versin. Məsəl üçün verib mənfi 12, verib üstə gəl mənfi 13. Mənfi ədədlərin toplanması da bunlar kimidir. Yəni fikir vermirsən bu mənfiləri. 12 ilə 13 toplanı neçə eləyir? 25. Və cavabın 25-dir, amma təbii ki, mənfi 25. Yaxşı? Tezdən deyirəm. Müsbəti necə toplamırdın? 2 dənə mənfini də eyni formada toplayırsan. Mənfi 12, mənfi 13 neçə eləyir? 12 ilə 13 neçə eləyir? 25 eləmir, amma cavab 100% mənfi olur. Yəni 2 müsbət ədədin cavabı necə ki 100% müsbət alınmır. 2 dənə müsbət toplayanda mənfi ala bilərsən, yox. 2 dənə mənfi ədədin cavabı da 100% mənfi alınır. Yəni sən 2 dənə mənfi xarakterli, elə belə fikirləşin, 2 dənə mənfi xarakterli adamı birləşdirirsən, nə olacaq? Daha da mənfi bir iş ortaya çıxır. Yəni bu müsbətləşə bilməz ki, düzdürmü? Yəni toplanır bu formada. Yəni mənfi 17 üstə gəl mənfi 21. Neçə eləyəcək? 17-ni 21 desək 38. Mənfi 38 zaman. İndi müsbətlərin toplanmasını bilirsiniz, mənfi toplanmasını da bilirsiniz. Amma qoy riyazi terminlərindən də deyim, sizə tam aydın olsun. 2 dənə mənfi ədədi toplayanda ikisinin də modulunu toplayırsan və qabağına mənfi işarəsi qoyursan. Biz lor dildə deyirik də bayaqdan. Yəni mənfi 2 modul neçədir? Müsbət 12. Mənfi 13 modul neçədir? Müsbət 13. Düzdür? Modulları öyrənmişik də keçən dərs. 12 ilə 13 toplayanda neçədir? Yəni bunların modulları 25. Amma qabağına mənfi işarəsini qoyursan. Bunu deyir. Riyazi terminlə qaydalarını deyəndə belə deyir. 2 mənfi ədədini toplamaq üçün hər iki ədədin 2 mənfi ədəd toplamaq üçün 2 mənfi ədəd toplamaq üçün hər iki ədəd modul tapılır və o modullar toplanılır. Və sadəcə qabağına mənfi işarəsi qoysan cavab hazırdır. Yəni 12 ilə 13 toplayan 25, qabağına mənfi qoyulan mənfi 25. Bu modul 17-dir, bu modul 21-dir. 17-nin 21 38, qabağına mənfi qoyulan mənfi 38. Yaxşı? Bunu da qoydum. Ürəyiniz üzülür bilirəm. Müsbətlə müsbəti öyrəndim, mənfi ilə mənfi öyrəndim. Müsbətlə mənfinin biri müsbət, biri mənfi olur. Ona keçsən, onu keçməmişdən qabaq sizə bir dənə başqa yolda deyim. Müsbət ədədlərə belə baxın. Mənə gələn pul, mənə pul verirlər. Mənə pul verirlər də başa düşürsünüz. Mənfi ədədlərdə mənim borcum kimi baxın, mənim kiməsə borcum var. O cür baxın. İndidən o cür baxın ki, müsbətlə mənfi keçən sizə tam aydın olsun. Çox rahat olacaq sizə. Baxın, bax, müsbətlərə gələn belə bir ki. Müsbət ədəd nə idi? Mənə gələn pul. Mənə 13 manat varım idi. 13 manat varım idi. Plus 13 manatda verir. Nə qədər pulum olacaq? 26 manat. Düzdür? Bax, və bu cür baxın. Mənfi deyəndə borcda axı. Mənim 12 manat borcum var idi. Getdim mənfi 13. Deməli 13 manatda borc elədim. Bax, 12 borcum var idi. Getdim 13 manatda borc elədim. Nə oldu? Rasmi 25 manat borcun yandı. 12 var idi ki, mən 13 də borc eləmişəm bir nəfərdən. Deyirəm, hə, 25 manat borcum oldu. Bax, 25 manat borc. Borclar mənfidir. Mənə gələn pullar, yəni ki, mənim xeyrimə də, mənim öz pulum olanlar müsbətdir. Yaxşı, müsbət.
Əslində borc da mənə gəlir, gəlmir. Amma borc yaranır da. Başa düşdünüz? Mənim xeyrimə deyil, mənfəətim deyil. Başa düşdünüz? Deməli, mənfilərə necə baxacaqsan? Borc kimi. Yaxşı? Mənfilərə borc kimi baxacaqsan. Mənfilərə borc kimi baxmasan, deyirsən ki, bu suallar onsuz da asandır, azı toplu qalanı mənfi qoyuram. Amma sən indidən bax, öyrəşməyə çalış da. Çünki indi bax, müsbətlə mənfinin cəmi deyəndə, load ilə deyəcəm, tezdən deyirəm, load ilə deyəcəm, sonra riyazi qaydasını deyəcəm. Məsələn, birisini veriblər, sevirdim deyəsən, qovuysa qaydım, hə. Birisini veriblər mənfi 5, o birisini veriblər müsbət 3. Load ilə deyirəm. Müsbət 3. Müsbət 3 nə deməkdir? Mənim 3 manat pulum var, özümün. Heç kimə borcum deyil, öz pulumdur, şəxsi pulumdur. Müsbət 3 öz pulumdur, mənfi 5 borcdur. Mənim 3 manat pulum var, 3 manat pulum var. Deməli, 3 manat pulum var, 5 manat da borcum var. Ya 3 manat pulum var, 5 manat da borcum var. Prixod rasxod kimi də rusla desəm. 3 manat pulum var, 5 manat da borcum varsa, əslində mənim vəziyyətim necədir? Deyirsən ki, Rasim, sən o 3 manatı aparıb 5 manat borcuva qaytarsan, yəni 5 borcum yoxdur, bax sənə. Sənə 5 manat borcum var, amma özümün 3 manat pulu var cibimdə. Gəlib 3 manatı sənə qaytarsam, sən alacaqsan, deyəcəksən ki, hə, ələm Rasim, sənin 2 manat borcu var. Deməli, mənim əslində bu vəziyyətdə 3 manat öz pulum var, 5 manat sənə borcum var. Əslində mənim 2 manat borcum var. Çünki o 3-ü sənə qaytarsam, özümdə olan pulu sənə versəm, ümumilikdə vəziyyət budur ki, mən sənə 5 borcumdan 3-ünü qaytardım, 2 borcum qalıb. 2 borcum varsa bu nə deməkdir? Mənfi 2 deməkdir. Lordildə bax bu cür həll edəcəyik. Amma mən bunu riyazi qaydasına da keçəcəyəm. Və ya, məsəl üçün, 8 üstə gəl mənfi 4. 8 mənim öz pulumdur, cibimdə var. 8 manatım var, amma mənfi 4 nədir? Mənfi görsəm borcdur. Deyirəm, 4 manat da borcum var mənim. İndiki vəziyyətim nədir? Deyirsən, 8 pulum yoxdur ayrı alsın. 4 də borcum var da 50-yə. Get bu 8-dən 4-ünü ver, verdim. Hə. Və səsam, sən heç kim borcu yoxdur, 4 manat da özündə pul var. Borcu yoxdur ki. 4-ü qaytarsan borcuma, 4 borcum var axı. Mənim 4 manat pulum var. Deyirəm, əla. Borc zat da deyir, çünki 4 manat borcum zadım qalmadı. 8 pulum var, 4 borcum var. Borcumu qaytaranda 4 manatım təmiz qaldı, deməli müsbət 4-dür cavabım. Bu loru dildədir. Amma indi keçək riyazi qaydaya. Riyazi qayda budur ki, çox asan riyazi qaydası da. Mən hər iki usul deyəndə kimə necə aydın olar, kimə necə rahat başa düşər, o cür başa düşsün. Riyazi qaydası asan dərsində, çətin deyil. Deməli, müsbət və mənfi ədədi toplayanda, biri müsbət, biri mənfi olanda da bu tezdən yazın. 7 üstə gəl mənfi 3 var. Mənfi 3. Bu müsbət 7, bu mənfi 3-də. Müsbətlə mənfi ədədi toplayanda baxırsınız modula. Yəni, modulca hansı böyükdür? Bunun modulu müsbət 7-dir hələ, 7-dir də. Mənfi 3-ün modulu müsbət 3-dür. Hansı böyükdür? Deyirsən 7 3-dən böyükdür modulca. Deyirəm, əla. Mənfi kimi baxmayan modulca, ikisinə müsbət kimi bax. Böyükdən kiçiyi çıx, 7-dən 3-ü çıx, neçə eləyir? 4. 5 saniyə. Modulca böyükdən qayda budur. Müsbət ədədlə mənfi ədəd, yəni 2 dənə müxtəlif ədəd toplayanda müxtəlif işarə, biri müsbət, biri mənfidirsə, modulca böyükdən modulca kiçiyi çıxırsa və bir dənə cavab alırsan, o ədədi yazdın. Sonra baxırsan ki, modulca böyüyün işarəsi əslində modulca böyük bu idi, 7 3-dən böyükdə. Modulca böyüyün işarəsi nədir? Müsbətdə, onda cavabım da müsbət 4 olacaq. Bax, tezdən göstərirəm. Tutaq ki. Mənfi, qələmi götürməmişəm. Mənfi 12 üstə gəl 7. Yenə də baxıram, modulca böyük hansıdır? Bunun modulu müsbət 12-dir, bunun modulu müsbət 7-dir. Onda modulca böyükdən kiçik çıxıram, 12-dən 7-ni çıxıram. Neçə eləyir? 5. Cavabı yazıram. Deməli, modulca böyükdən, yəni biri mənfi, biri müsbət olanda bunu eləyirsən. İkisi müsbət olanda olsa normal toplayırsan, ikisi mənfi olanda normal toplayırsan, qabağına mənfi qoyursan. Bunları bilirsiniz. Üçüncü halda budur da. Biri müsbət, biri mənfi olanda modulca böyük budur, 12 7-dən böyükdə. Müsbət kimi baxsam, mənfi 12 təbii ki 7-dən kiçikdir. Müsbət kimi modulcaya baxsam. 12 7-dən böyükdür, bəli, 12-dən 7 çıxıram, cavab 5 alıram. Sonra nə edirəm? O cavabı alandan sonra baxıram. Modulca böyük bu idi axı 12 idi də, 12 7-dən böyükdür. Modulca böyüyün əslində işarəsi nədir? Mənfidir, onda mənim cavabım da mənfi 5 olur. Yaxşı? Bax, mənfi 21 üstə gəl 32. Bunun modulu 21-dir, bunun modulu 32. Hansı böyükdür bu? 32-dən 21 çıxacam. Böyükdən kiçiyi çıxıram. 32-dən 21 çıxım, cavab neçə olur? 11. Sonra gələm bir də baxıram, modulca böyük müsbətdir, mənfi, modulca böyük bu idi də. 32 müsbət ədəddə, burada solunu görsəm, üstə gələ var. Müsbətdə mənfi bu idi. Deməli, müsbətsə mənim cavabım da müsbət 11 olur, əl vurmuram. Və ya bir dənə də göstərim. Mənfi 27, üstə gəl 19. Modulca 27, bunun modulu yəni 27, bunun modulu 19. Böyük budur. 27, 19 çıxan nəsə 8. Amma modulca böyük hansıydı, bu idi. İşarəsi nədir? Mənfidir, mənfi götürürəm. Və salam, biri müsbət, biri mənfi olanda modulca böyükdən modulca kiçiyi çıxırsan,
Vəssalam. Birinci addım odur. Modulca böyüdən modulca kiçik çıxırsan, birinci addım. İkinci addımda modulca böyün işarəsində cavabının da işarəsi olacaq. Modulca böyük, bax burada mənfi idi, 27-19-dan böyüdür və bu modulca böyük də. Amma bunun işarəsi mənfidir, onda cavabın mənfi olur. Böyüdən kiçik çıxandan sonra. Burada modulca böyüm 32 idi, müsbətdir də. İşarəsi müsbətdir, onda cavabın müsbət 11 olur. Yəni ki, böyüdən kiçik çıxandan sonra. Deməli, biri müsbət, biri mənfi olanda modulca böyüdən modulca kiçik çıxırsan və modulca böyün işarəsi nədirsə, cavabın da o işarən olmalıdır. Çıxdın cavabı aldın 11, 5. Cavabı yaz, o heç. Normal çıxdın cavabı yazdın. Sonra modulca böyün işarəsinə baxsan, onun işarəsi nədirsə, sənin cavabın da işarəsi olmalıdır. Modulca böyün işarəsi müsbətdirsə, müsbət 11, mənfidirsə, mənfi 11 yazmalısan. Yaxşı, bu cür rahat, asan. Və ya yenə deyirəm, borc söhbəti kimdə baxa bilərsiniz. Mənim 12 manat borcum var idi, əlimə 7 manat pul gəldi, qazanc gəldi. Neyniyərəm? Deyirəm 12 borcum var, tap getdim 7-sini qaytardım. Amma hələ də 5 manat borcum var. Çünki mənim sən 12 manat borcum var, 7 əlimə pul gəldi. 7-ni sənə qaytarsam, 12-dən 7-sini qaytardım. Sən razı mənəm sənin 5 manat da borcum var. Mənim 5 borcum qaldı. 5 borc. Borc deyəndə mənfi yazıram. Yəni cavabım mənfi 5 oldu. Və ya bu cür baxın. 32 manat pulum var, amma 21 manat da borcum var. Düzdür? 32 manat pul gəlib, 21 də borcum var. Getdim 32-dən 21-ni verdim, borcumu qaytardım. Əlimdə nə qədər qaldı? 32-dən 21 çıxdım 11 manat. Kimin puludur bu? Mənim pulumdur. Borc satdırır, borcumu zadım qurtardı mənim. Cavabım müsbət 11. Və ya burada mənfi 27, 19, 27 manat borcum var idi, mənfi 27 borc deməkdir axı. 27 manat borcum var idi, tap 19 manat qazandım hardansa. Vəziyyətim nədir indi? Mən 27 borcumdan gedirəm, qaytarıram 19-unu kiməsə. Deyir, çox sağ ol, ver mənə. 19-unu qaytardın 27-dən, çıxdı 19. Sən hələ mənə 8 manat da borcun var Asım. Həri, hə, 8 manat da borcun var. Borcun var, həri. Mən 8 borc mənfini qoydum. Bu cürə düşünə bilərsiniz riyazi qayda yanında. Problem deyil ki, məncə yox. Videonu təkrar baxıb başa düşə bilərsiniz. İndi mən keçdim bu sualları həll etməyə. Toplanma, başladım. Toplamada nə edəcəm? Biri mənfidir, biri müsbətdir. Deyirəm əla. Biri mənfi, biri müsbət olanda artıq riyazi qayda ilə gəlirəm. Modulca böyük hansıdır? 42, 20, 42 modulca böyük. 42-dən 20-ni çıxıram, cavab olur 22. Cavabı yazıram və modulca böyük bu idi də. Bunun işarəsi nədir? Mənfidir. Cavabım olur mənfi 22. Vəssalam. Və ya borc söhbəti kimi də baxa bilərsiniz. Uzatmayacağım. Mən riyazi terminlərlə geçəcəm ki, tam diliniz, gözünüz, beyniniz hamısı öyrəşsin. Gəldim bura. 16 müsbət 16-dır bu. Bu da mənfi 74. Toplama aralarında. Biri müsbətdir, biri mənfidirsə, onda mən bunları nə edəcəm? Biri müsbət mənfi olanda modulca böyükdən, modulca böyük budur. 74 16-dan böyükdür modulca baxanda. Böyükdən kiçik çıxacağam. 74-dən 16-nın sırasında olur 58. Cavabımı yazdım 58. Və modulca böyüyün işarəsi mənfi olduğu üçün cavabım mənfi olur. Böyükdən kiçik çıxıram. Böyüyün işarəsini də yazıram orada və salam. Daha modul sözünü tez-tez işlədib beynimizi yormayayım. Bax gəldim bura. 63 40 biri mənfidir, biri müsbətdir. 63 45-dən böyükdür. 63-dən 45-i çıxacağam böyükdən kiçik. Cavab oldu 18. Böyük bu deyildi, modulca böyük. Yəni işarəsi nədir? Mənfidir. Cavabım mənfi 18 olacaq. Gəldim bura. Biri müsbət, biri mənfidir. Modulca böyük budur. 91 76-dan böyükdür. Axı ikisində müsbət kimi baxanda. Böyükdən kiçik çıxıram, elədi 15. Modulca böyük bu deyildi. Bəli. Bunun işarəsi müsbətdir, cavabım da müsbət. Gəldim bura. Mənfi 21, müsbət 50. Biri mənfidir, biri müsbətdir. Düzdür? Yenə də. Biri mənfi, biri müsbət olanda böyükdən kiçik çıxılır. 50 21-dən böyükdür. 50-dən 21 çıxdım, cavab oldu 29. Böyük bu deyildi. Hə, müsbət deyil. Soluna bax, üstə gəl bax. Müsbət cavabım müsbət qalır. Gəldim bura. Yenə də bax, biri müsbətdir, biri mənfidir. 34 17 modul kimi baxanda, ikisində müsbət kimi baxanda. 34 17-dən böyükdür. Onda böyükdən kiçik yenə də çıxıram. 34-dən 17 çıxıram, cavab olur 17. Və böyük bu deyildi. 34 17-dən böyükdür. Bu müsbət deyil, cavabım da müsbət 17 kimi qalır. Gəldim bura. Biri mənfi, biri müsbət. Böyükdən kiçik çıxıram. 25-dən 18 çıxıram 7 və böyük bu idi da. Və bunun da işarəsi nədir? Müsbətdir. Həmişə soluna baxın işarəni təyin etmək üçün. Soluna. Soluna bax, üstə gəldim. Mən müsbət. Cavabım da müsbət 7 olur. Bura gəldim. Biri mənfi, biri müsbət yenə də. Modulca baxanda 36-dır, bu 19. Böyük budur da modulca. 36-dan 19-u böyükdən, bax böyük budur. Böyükdən kiçik çıxıram. Olur 17 və böyük bu deyildi. Böyüyün işarəsində mənfidir. Cavabım mənfi 17 olmalıdır. Vəssalam. Gəldim bura. Biri müsbət, biri mənfi. Modulca baxanda bu 69-dur, bu 78-dir. İkisinə də müsbət kimi baxanda. Böyük budur. Bax böyük budur. Böyükdən kiçik 78-dən 69 çıxıram, cavab 9 olur və böyüyün işarəsi mənfi olduğu üçün cavabım mənfi olmalıdır. Böyüyün işarəsini qoymağı unutmayın sadəcə. Biri mənfi 104, biri müsbət 3 toplamalıyam bunları. Böyük budur. Modulca baxanda 104 3-dən böyükdür. Təbii ki, əslində müsbət 3 mənfi 104-dən böyükdür. Çünki müsbət mənfidən böyükdür. Amma modulca baxıram axı. 104 3-dən böyükdür. Yəni buna da müsbət kimi baxıram, buna da müsbət. Çünki modullar ikisi də müsbət çıxır. Böyükdən kiçik çıxıram, 104-dən 3 çıxıram, 101. Böyüyün işarəsi mənfi olduğu üçün mənfini qoyuram bura. Cavab oldu mənfi 101. Keçdik digər suallarımıza. Hə, bayaqdan biri müsbət, biri mənfidir. Onu artıq su kimi öyrənirsiniz. Bunlar çünki daha asandır. İkisi də mənfidirsə, adi qayda.
Modulza, bunun modulu neçədir? 11, bu modulu neçədir? 9. 11 ilə 9 toplayanda acı neçədir? 20. Rəsam cavab 20. Amma nə 20? Mənfi. Çünki 2 dənə mənfi ilə toplayanda cavab mənfi alınır. Müsbət mənfini artıq şu kimi öyrəndiniz. Müsbətlə mənfi olanda çıxır böyükdən kiçik. İkisi də mənfi olanda adi qayda toplayır. 11 9 neçədir? 20, amma mənfi 20. Gəldim bura. 72 16. İkisi də mənfidir axı. 50 88. Amma mənfi 88. Çünki mənfilərin cəmində böyük kiçik söhbəti yoxdur. İkisi də mənfidirsə cavab mənfidir də. Vəssalam. Mənfi 91, mənfi 82. Normal 91 ilə 82 topladım oldu 173, amma mənfi 173. Mənfilərin cavabı həmişə mənfidir. Toplamasının yəni. Mənfi 63 üstə gəl mənfi 79. 63 ilə 79 toplayıram olur 142. Düzdürmü? 80 düzdür. Cavab nə? Mənfi 142. Unutma. 2 dənə mənfi toplayanda ikisinin də modulunu tapırsan və ikisini də toplayırsan, amma cavabın qabağına mənfi qoyursan. Vəssalam. Riyazi terminində dedim. Mənfi 75, mənfi 15. İkisi də mənfidir. Onu normal toplayacağım. 90, amma mənfi 90. Gəldim bura. İkisi də mənfidir. Deyirəm, problem yoxdur. 96 ilə 126-nı toplayacağım. Olacaq 222, səhv eləmirəmsə. Amma nə 222? Mənfi. Gəldim bura. İkisi də mənfidir. Cavab mənfi 80. 78-ə 2 eşit edir. Mənfini də qoydum qabağına. 56, 74. İkisi də mənfidir. Nəsə olacaq? 126, 130. Amma nə 130? Mənfi 130. 2 dənə mənfi toplansa cavab mənfi. 2 dənə mənfini və 2 dənə müsbəti toplamaq onsuz asandır, sünsün. İkisi müsbət onu da normal qaydadır. Müsbət mənfi əsas çətinlik güya, onu da öyrəndiniz. Ona aid də əvvəldə suallar edik. İkisi də mənfidir. Cavab nə olacaq? Bəli, mənfi 24. İkisi də mənfidir. Cavab nə olacaq? Mənfisi 100% var. 84 ilə 77-ni toplayacağım. Cavab 161 səhv eləmirəmsə. Vəssalam. Artıq siz toplanmanı öyrəndiniz. Müsbətləri də toplaya bilirsiniz. 2 müsbət, ikisi mənfi onu toplaya bilirsiniz. Biri müsbət, biri mənfi onu da toplaya bilirsiniz. Çox uzatmıram da. Keçdim çıxılmasına. Çıxılması çox asandır. Çıxılmasını toplama kimi əldə edəcəyik. Necə? Hər bir çıxma əməlini toplama kimi baxın. Bir dənə əlavə xüsusi nüans olacaq, bir dənə onu göstərəcəm. Vəssalam. Bax, nə demək istəyirəm? Toplama öyrənmisiniz, çıxmaya necə baxacaqsınız? Bax, bu nədir? 16, müsbət 16 kimi yazdım bunu. Çıx 35 var. Sən bunu bu cür təsəvvür belə yazmayacağam ha, amma bu cür təsəvvür elə. Bax, müsbət toplama ki, bax, bu müsbət 16-dır, bunu da sonra. Bu da mənfi 35-dir. Müsbət 16-da mənfi 35-in cəmi kimi təsəvvür elə. Yaxşı. Müsbət 16-da mənfi 35-i toplayanda nə edirdim? Artıq toplamanı bilsən axı. Biri müsbət, biri mənfidirsə, moduluzu böyükdən, moduluzu kiçiyi çıxırdım. Düzdür? Yəni 35-dən müsbət modulda 35, müsbət 35 deməkdir. 35 16-dan böyükdür. 35-dən 16-dan çıxıram cavab 19 və moduluzu böyük bu deyildi, buydu da. Bunun işarəsi nədir əslində? Mənfidir. Cavab olur mənfi 19. Bu qədər rahat. Bax, yenə də göstərəcəm. Bu deyimi hələ öyrəşməmisiniz, bilirəm. Bax, nə deyirəm? Tezdən deyirəm. Çıxma əməlinə necə baxacaqsan? Sən ancaq ədədlərə bax. Toplama hələ bir ki var. Ancaq ədədə və soluna bax, götür o ədədləri. Ədəd soluna bax. Ədədim 33-dür, sol tərəfində mənfi 33 var. Bax, bunu belə köçürdüm. Ədədi solundakı ilə bir yerdə mənfi 33. Bu ədəddə həmçinin. Bax, mənfi 39. Görürsən, solunda mənfi. Necə var köçürdüm? Mənfi 39. Amma bil ki, əslində bunlar arasında toplama var. Yəni, bu mənfi 33 ilə mənfi 39-un cəmi deməkdir. Mənfi 33 ilə mənfi 39 kimi. Bu belədirsə, desin ki, problem yoxdur. 2 dənə mənfi ədəd olanda normal toplayıram. 33 ilə 39 toplayıram 72. Amma 2 mənfi ədədin cəmi mənfi 72-dir. Gəl, cavab hazır. Çıxmadan qorxmağa deyməz. Gəldim bax bura. Necə baxıram? 2 dənə ədəd görürəm. Mənfi 71, yəni ədədimin soldakı işarəni birlikdə köçürəm. Mənfi 71 və mənfi 34. Sonra həmin ədədlərin arasında toplama qoyacağam. Yəni mənfi 71, üstə gəl, mənfi 34 kimi baxacağam buna. Yəni çıxmanı toplama şəklində görəcəksən və həll edəcəksən. Mənfi 71 nə? Mənfi üstə gəldi ya belə. Mənfi 34, ikisi də mənfi olanda toplamanı bilirəm. Normal toplayıram 71 ilə 34-ü, eləyir 105, amma cavab nə olacaq? Mənfi. Çünki ikisi də mənfi olanda hələ həmin ədədləri toplayıb qabağına mənfi qoyuruq. Əslində modullarını toplayırıq da. Yoxsa dilim yorulub da modullar deməkdə. Hə, çıxmada bir xırda nüans budur. Bax, biz ədədi sonundakına bir yerdə köçürdük axı. Bax, mənfi 113 bayaq deyim kimidir yəni də qaydan. Mənfi 113-ü köçürtdüm. Mənfi 100. Qoy elə göstərməyim. Qoy ki, tam aydın olsun. Qoy belə göstərəm. Bax, bir dənə sadəcə çıxmada yadda saxlayın ki, 2 dənə çıxma əməlini yan-bayan gördünüzsə, elə bilin ki, bax, bu çıxma yoxa çıxır, gəlir belə dikinə bunun üstünə. Üstə gələ çevrilir də. 2 dənə çıxma yan-bayan olsa üstə gələ çevrilir. Yəni, nə demək istəyirəm? Qoy bunu silim, görəsiz tezdən. Bax. Bərabərdir. Birinci hələm toplama kimi görməyin bunu hələ ki. Bax, belə yazdım. Mənfi 113 yazdım. Hələ misalını sadəcəm. Bu 2 dənə çıxma yan-bayan. Yan-bayan deyəndə bilirsiniz, bunlar yan-bayan deyil. Bax, bunlar yan-bayandır. Arasına ədəd zad girməyib. 2 dənə çıxma yan-bayandır. Görürsünüz burada. 2 çıxma yan-bayan olanda bu toplamaya çevrilir. Üstəgəl olur. Yoxdur ya bunlar. Bu ikisi birləşir, üstəgəl olur. İkisi birləşir, üstəgəl olanda bu 7 boş qalır da. Bax, belə.
Mənfi 113 üstəgəl 7 hala düşür. Hə, ondan sonra misala baxsan. Hə, desən problem deyil. Deməli, mən nə edəcəm? Toplamanı onsuz öyrənmişdim. Çıxmada hər ədədin soluna baxacağam. Solundakı işarələ bir yerdə 2 dənə ədəd 2, 4 və ya 3 dənə fərqi yoxdur. Onları köçürəcəm. Arasına üstəgəl qoyacağam. Ədəddən sondakı işarəsində bir yerdə köçürürəm. Hələ ki onları belə aralayıram. Bax, məsələn, buradan araladım da bunu mənfi 35 ilə 16-nı. Başa düşdü? 16 üstəgəl mənfi 35 kimi. Bu nə idi? Mənfi 33 solundakına verdi. Bu da ki mənfi 39. Mənfi 33 üstəgəl mənfi 39 kimi. Buna necə baxacağım? Mənfi 71. Bu nədir? Sonunda mənfi 34, mənfi 34, mənfi 71 üstəgəl mənfi 34 kimi. Hə, bir dənə çıxma olanda onu üstəgələ çevir, sonra bax. Üstəgəl çevirəndən sonra bu adi üstəgəldir də, vəssalam. Mənfi 113 üstəgəl 8, biri mənfi, biri müsbətsə modulca böyükdən kiçiyi çıxırdım. 113-dən 7-ni çıxacağım. Neçə eləyir? 106. Amma modulca böyük bu idi. Modulca böyüyün işarəsini yazmalıyam. Cavabı mənfi 106. Toplamada bunu öyrənmişik. Keçdik digər suallara. Çıxmada qeyri-adi başqa heç nə yoxdur. Amma göstərəcəm bir-bir hamısını. Həllinizi yoxlaya bilərsiniz ya. Çıxmadır. Bu əslində 8 çıxı 59 da adi. 8 çıxı 59 neçə eləyir? 21. Hamınız bilirsiniz. Bu öz yerində. Amma dim qaydanı buna tətbiq edəcəm ki, görəsiniz ki, doğrudan cavab düz çıxır da. Normal çıxmada bilirsiniz əslində bu cavabı 21 eləyir. Amma mən necə demişdim, baxırıq. Bax, bunu necə var köçürürəm. Sonunda nə var? Heç nə yoxdur. Yəni müsbət 80-dır bu. Digərində olduğu kimi köçürürəm. Sonundakı işarə bir yerdə mənfi var da 59-un sonunda. Bunu da mənfi 59 kimi köçürürəm. Mən nə demişdim? Bu 80-dır, bu mənfi 59. Bunları nə etməliyəm? Toplamalıyam. Belə yazacağam da. Toplama ilə çıxma yan-bayan düşəndə və 2 dənə işarə yan-bayan düşəndə 100% mötərizə alsın. Belə yazmaq olmaz. Belə yazmaq olar. Belə 80 üstəgəl mənfi 59. Belə yazmaq olmaz. Yaxşı. Ona görə arasına bir dənə mötərizə salmalısın. Burada ona görə yazdıq. Hə, 80 üstəgəl mənfi 59 kimi baxanda biri müsbətdir, biri mənfidir. Toplamada nə olurdu? Biri müsbət, biri mənfi olanda böyükdən kiçik çıxırdı. 80-dən 59 çıxıram 21 və böyük işarəsi müsbət olduğu üçün müsbət də qalır. Görsələ cavab 21-ə gəlib çıxdı. Onsuz bunu şifayə edə bilirsiniz, 21-dir. Amma o qaydanı burada da tətbiq edib göstərmək istəyirəm ki, yəni əslində hamısı bura gəlib çıxır. Bax, gəldim bura. Görürəm 2 dənə çıxma var. Hələ ki, o dimi toplama kimi baxıram demirəm. Hələ ki, bu misalın özü necə var köçürəm, bu çıxmaları üstə gələcəm. Bax, mənfi 78-i köçürtdüm. 2 dənə çıxma birləşir. Bax, bu onun üstünə çıxır hələ ki. Bu yoxa çıxır, gəlir bura 2-nə. Yoxa çıxır, bax, bu adi 24 kimi qalır. Hələ ki, bu formaya düşür. Üstə gəl 24 kimi. 2 dənə çıxma yan-bayan olanda üstə gələ çevrilir. Vəssalam. Bax, bu gedir ora. Daha fikir ki, görürsən burada mənfi 20, üstə gəl mənfi 24 olur. Yox, bu yoxa çıxır, gedir onun üstünə. Vəssalam, yoxa çıxır. Üstə gəl 24. Hə, mənfi 78 üstə gəl 24, biri mənfi, biri müsbət. Toplama məlidə adi bilirsən. Modulca böyük budur. 78-dən 24-ü çıxıram. 54 və modulca böyük bu 4-dür. Bunun işarəsində mənfidir. Cavabım da olur mənfi 54. Gəldim digərinə 7-yə. Bax, ədədlərimi köçürürəm. Mənfi 88 və mənfi 111 görürəm. Bax, ədəd solu. Bax, ayırdım belə, köçürürəm. Yəni, mən bunu mənfi 88 üstə gəl mənfi 111 kimi görürəm. Bax, mənfi 88, mənfi 111. Köçürtdüm, aralansa toplama. Bunları toplayanda, ikisi də mənfi olanda hələ adi qayda toplayıram. 199, 111, 88. İkisi də mənfi olduğu üçün qabağına mənfi qoyuram. Mənfi yaxşı qoymadım. Mənfi 199. Gəldim bura. 134 çıx 213. Necə baxacağım? Bax, müsbət 134. Solunda heç nə yoxdur da, müsbətdir də. Bunun da solunda, ədədi solundakı ilə köçürəm. Ədədin solunda mənfi 213 var. Solundakı ilə, sağındakı ilə yox, sol. İşarəm ki, solda olur. Bunu müsbət 134 görürəm, bunu mənfi 213 görürəm də, mənfi 213 düzdür. Bu ikisini toplamalıyam, arasında toplama qoydum. Bəs buna bunu toplamalıyam. Amma 2 də əməl işarəsi yan-bayan gələndə bunu mötərizəyə almağı, yazmağı da öyrəşdik. Biri müsbət, biri mənfi. Toplanırlar. Nə olur? Böyükdən kiçik çıxır, modulca böyükdən. 213-dən 134-ü çıxırıq, cavab olur 79 səhv eləmirəmsə də 200 düzdür. Amma modulca böyük bu deyildi, modulca böyük. Bunun işarəsində mənfidir. Onun cavabım da mənfi 79 olmalıdır. Gəldik bura 9-a. 2 dənə çıxma görəndə hələm toplama kimi baxmırsan. Sən birinci misalınca var köçürürsən. 71. 2 dənə çıxma olan nə olur? Birisi silinir, gedir çıxır o birisinin üstünə. Yəni bu forma. 71 üstə gəl 44. Da bu yoxdur. Bu bunun üstünə çıxdı. 71 üstə gəl 44 formasına düşür. Bax bunu bu cür yazıram. Hə, ona görə adi misal oldu. Cavab olur 115. Düzdür? Keçdim 10-a. Bax 10 da onun kimidir, bayaqki kimi. Neyniyəcəm? 2 dənə çıxma görürəm deyə hələm işim yoxdur. Misalınca var köçürəm, mənfi 63-ü yazdım. Bir dənə 2 çıxmalara diqqətli olun. 2 çıxma yan-bayan olanda bu yoxa çıxır, gəlir çıxır bunun üstünə. Olur bu üstə gəl, burada bu qalmır. Yəni bu mənfi 63 üstə gəl 7 formasına düşdü. Hə, deyirəm biri mənfi, biri müsbət. Modulca böyük də budur. 63 77-dən böyükdür. Çünki modulunu götürəndə müsbət 63, müsbət 7-dən böyükdür. Bunun modulu müsbət 63-dür axı. Böyükdən kiçik çıxıram olur 56
və mod üzrə böyüyün içərisində mənfidir. Mən bura mənfini yazıram. Gəldim bax bura. Yenə də bax, ədədim mənfi 72-dir, soldakına köçürdüm. Digər ədədim mənfi 56-dır, soldakına köçürdüm. Deməli, mənfi 72 ilə mənfi 56-nı toplamalıyam. Arasında toplama qoyuram. Mənfi 72 və mənfi 56 köçürdüm, arasında toplama qoydum. Və salam. Bunları toplayanda ikisi də mənfi onda adi qayda toplayıram. 72 ilə 56 toplayanda 128 və 2 ilə mənfi ədədin cəmi 100% mənfi olmalıdır. Mənfi işarəsini də qoydum. Keçdik digər suala. Bunları da özünüz işləyirsiniz, bax, bu çıxmaları toplamaya çevriləcək, yenə də ayıracaqsınız. Nədir? Bir dəqiqə. Hə, bunları ev tapşırığınız işləyirsiniz, daha çox uzatmayayım. Neçə dəqiqədir burada? Göstərim bəlkə. Göstərim sizə onlarda. Birdən səhv etsin. O göstərim arxa kimi. Çox çətin şey də deyil, amma yoxlamaq istəyəndə yoxlaya bilərsiniz deyə. Deməli, mənfi 93-ü köçürürəm necə var? Niyə bu dəfə köçürdüm necə var hələ ki? Çünki 2 dənə çıxma görəndə çıxmanın birisini silirəm, çıxır o birisinin üstünə. Sildiyim gedir o birisinin üstünə dikinə. Yəni bu yoxdur ki. Üstə gəl 27 var. Üstə gəl 27 kimi yazdım bunu. Ondan sonra misal həll edirəm. Biri mənfi, biri müsbət arasında toplamadır da. Mod üzrə böyüdən kiçik çıxıram. 93-dən 27-nin çıxanda olur 66 və mod üzrə böyü bu deyildi. İşarəsində də mənfidir. Cavabım mənfi 66. Bunlar necə baxacağam? Bax belə. Ədədi köçürəm sonundakına bir yerdə. Yəni biri mənfi 33 ədədinin, digəri də mənfi 65-dir. Düzdür? Bax, mənfi 33 və mənfi 65. Arasında toplama qoydum. Və salam, bu çıxmanı bu formada həll edəcəm. İkisi də mənfidirsə toplanır, olur 98, 33-dən 65. İkisi də mənfi olduğu üçün cavab 100% mənfi olmalıdır. Keçdik bax bura. Buna da, hə. 2 dənə çıxma var, ona görə köçürdüyüm misal necə var. Mənfi 16 köçürdüm, bu çıxmalardan biri yoxa çıxır, yan-bayan oldu, gəlir bunun üstünə. Yəni olur üstə gəl 17. Bu üstə gəl bu 17 köçürdüm. Mən ondan sonra biri mənfi, biri müsbətdir. Mod üzrə böyük budur. Böyükdən kiçik çıxıram. Yəni 17-dən 16 çıxıram. İkisinə də müsbət kimi baxıb çıxıram da, biri üstə artırdım. Mod üzrə böyükdən mod üzrə kiçik çıxıram. Modullarını çıxıram yəni. Mod üzrə böyüyün modulundan mod üzrə kiçiyin modulunu çıxıram. 17-dən 16-nı çıxıram. Cavab neçə edir? 1. Mod üzrə böyük müsbət olduğu üçün cavabım müsbət 1 olur. Gəldim bura. Eyni formada bu ədədimiz solundakı işarəni bir yerə köçürəm, sonunda olsa heç nə yoxdur. Bu birisi ədədimi də mənfi 120 də ayıracaq. Bu ayrı, bu ayrı. Yəni ədədimin biri 95-dir, birisi mənfi 120-dir. Düzdür? 95 mənfi 120. Arasında bir toplama qoydum. Vəssalam. Biri müsbət, biri mənfidir. Mod üzrə böyüdün modulundan, mod üzrə kiçiyin modulunu çıxırsan. Yəni 120-dən çıxıram 95. İkisində müsbət kimi baxıram. 120-dən 95 çıxanda cavab 25 və mod üzrə böyüyün işarəsi mənfi olduğu üçün mənfini bura yazıram. Bu da eyni formada, bu da eyni formada. Bu üçünü də daha öz-öz eləyərsiniz. Çox uzun-uzun eləmək istəmirəm. Son 3 dənəsi qaldı da. Öz asanları idi. 5 dənəsi qaldı. Bir dənə burada unutmayın. 2 dənə çıxmanın, bir dəqiqə. 2 dənə çıxmadan biri bilirsiniz ki, yoxa çıxacaq, bunun üstünə çıxacaq. Yəni bu mənfi 39 üstə gəl 31 kimi həll olacaq. Allah birbaşa yazılacaq. Mənfi 8 olacaq. Burada biri müsbət 92, üstə gəl mənfi 121 kimi həll edəcəksən. Orada böyüdən, mod üzrə böyüdən kiçik, yəni 121-dən 92 çıxılır və cavaba da mənfi işarəsini qoyacaqsınız. Çünki mod üzrə böyüyün işarəsi mənfidir. Hə, toplama ilə çıxma ilə işimiz bitdi. Keçirik vurma bölməyə. Vurma bölmə ümumiyyətlə heç nədir. Vurma bölmə çox asandır. Niyə? Adi qaydada vurma bölmə bilmirsiniz, eyni şeydir. Eyni şeydir. Yəni necə? Tüm 20 mənfi 5 vur 4. Aciz ilə 5-i 4-ə vursan, olur cavab 20. Amma, bu qalsın. Hələm cavabı düz tapmamışam. Bir dənə məqamı deyirəm. Yadda saxlayın ki, mənfini mənfiyə vuranda cavab müsbət alınır. Həmçinin mənfini mənfiyə böləndə də cavab müsbət alınır. Ümumiyyətlə, yenə də 3 cür hal ola bilər də. Ya müsbəti müsbətə vururlar və ya bölürlər, ya mənfini mənfiyə vururlar və ya bölürlər, ya da müsbətlə mənfini bir-birinə vururlar. Biri müsbət, biri mənfidir də vururlar, bölürlər. Düzdür? Birinci hal heç nədir? Yəni, müsbəti müsbətə vurmaq da, yəni adi 3 vur 5, 1 üstə 15-dir. Və ya adi 6 bölü 3 bərabərdir ki, yəni müsbətlərin vurulması bölünməsini olsa bilirsiniz. Düzdür? 3 vur 5, 15, 2 dənə müsbəti vurdum. 6 bölü 3, 2 dənə müsbəti 2. Bunu olsa bilirsiniz. Bir halımız getdi. İkinci hal neydi? 2 dənə, ikisi də mənfi olsa. Yəni, bax, məsəl üçün, dedim burada mənfi vuranda və mənfi bölünü müsbət edir. Yəni, məsəl üçün, mənfi 5 vurulsun, mənfi 3 demirlər. Adi qayda 5 3-ə vurulunca edir 15. Düzdür? Və cavab müsbət 15, yoxsa mənfi 15 müsbət. Niyə? Çünki mənfini mənfiyə vuranda və ya mənfini mənfiyə böləndə cavab həmişə müsbət olur. Yəni, ədədlərimin ikisi də mənfidirsə, vurma bölmədə ya, toplama çıxma ilə qarışdırmıyorum. Videoları atdım, baxın. Və bu məqamlara diqqətli olun. Vurma bölmədən danışıram. Vurma bölmədən. Toplama çıxma qaydalarını dedim. O getdi. Vurma bölmədə deyirəm.
Əgər ikisi də mənfidirsə, ya vurursan ya bölürsən, fərqi yoxdur. Adi qaydada vur, adi qaydada böl. Amma ikisi də mənfidirsə, cavab həmişə müsbətdir. Yaxşı, həmişə müsbətdir. Ədədlərimin ikisi də mənfidirsə, bunları bir-birinə vursanız cavab həmişə müsbətdir. Ədədlərimin ikisi də mənfidir yenə də. Amma bu dəfə bölsən cavab həmişə müsbətdir. Yəni mənfiləri bir-birinə vuranda da, mənfiləri bir-birinə böləndə də cavab həmişə müsbətdir. Bunu unutmayın. Bəs nə vaxt mənfi alınır? Biri müsbət, biri mənfi olunur. Bəs yəni məsəl üçün bax qayıdıram bura. Hələ suallar üzərindən göstərəcəm. Bax məsəl üçün burada. Adi qaydada 5-i 4-ə vuram, cavab oldu 20. Son işarəyə baxıram. Biri mənfidir, biri müsbətdir. Onda cavab mənfi olacaq. Sən yadda sakin vurma bölmədə cavab mənfi yalnız o vaxt alınır ki, biri mənfi olsun, birincisi, ikincisi fərqi yoxdur. Ya birinci mənfidir, ikinci müsbət fərqi yoxdur. İkilərindən biri mənfidir, biri müsbət deyil və ya biri müsbət, biri mənfi deyil, fərqi yoxdur. Cavab mənfidir. Vurmada da bölmədə də ikisinin də eyni şeydir. Normal qaydada vurursan, normal qaydada bölürsən, amma baxırsan biri müsbət, biri mənfidirsə cavabın qabağına mənfi qoyacaqsan. İkisi də müsbətdir bəlkə. Cavab müsbət olsa onu bilirsən. Normalda da bilirdin. Bəs ikisi də mənfi müsbətdir yəni cavab. İkisi müsbət olanda, yəni ikisinin işarəsi eynidir. Müsbətsə cavab müsbətdir. İkisi də mənfidir. Görürsən işarələr eynidir. Yenə də müsbətdir. Yəni təkcə birinin halda mənfi olur vurma bölmənin cavabı. O da ki biri müsbət, biri mənfi olanda. Bax buradakı kimi. Biri müsbətdir, biri mənfidir. Bax bura baxıram. 8 vur altına neçədir? 48. Hə? Normal vurdum. Amma biri müsbətdir, biri mənfidir. Onun cavabı mənfi 48 olacaq. Bax gəldim bura. 9 vur 11 neçədir? 99. Adi qaydada vurdum. Vurma bölmə çox asandır, yenə deyirəm. Amma biri müsbətdir, biri mənfi. Cavabım mənfi 99 olacaq. 24 vur 16. 24 vur 16 neçə eləyəcək? 192, o da 384. Səhv eləmədimsə. 384 vurdum. Düzdür, indi bu səhv də eləyə bilərəm. Əsas məntiqidir. Vurdum bir-birinə 24, 16 bu olsa. Biri mənfidir, biri müsbətdir. Biri mənfi, biri müsbət olanda cavab 100% mənfi olur. 5 vur 42 adi qayda. 210. Biri mənfidir, biri müsbətdir. Onun cavab mənfi 210. Yəni işarələri fərqlidirsə iki ədədin biri müsbət, biri mənfidirsə cavab həmişə mənfi alınır. Bax həmçinin bölmələri də. Bax 18 bölü 2 neçə eləyir? 9. Adi qaydada böldüm. İşarəyə fikir vermirəm. Sonra cavabı alınırsa sadəcə baxıram ki, biri mənfi, biri müsbətdir. Onda cavab mənfidir. İşarələri fərqlidirsə cavab həmişə mənfi olur. 24 bölü 6 4. Biri müsbət, biri mənfidir. Cavab mənfidir. 48 bölü 8 6. İşarəsiz baxıram da. Elə bir ki, normal müsbət ədədlərin bölməsi üçün 48 bölü 8 6. Amma biri müsbətdir, bu mənfidir. Cavab mənfi 6 oldu. 144 bölü 18 neçə eləyir? 8. Biri mənfidir, biri müsbətdir, mənfini qoydum. Adi 216 bölü 12 neçə eləyir? 18. Düzdür? Adi bölmə kimi baxın. Amma biri mənfi, biri müsbətdirsə cavab mənfi. Burada ancaq biri mənfi, biri müsbəti həll edirik deyə tappatarab cavablar yazın. Mənim kimi danışın. Biri mənfi, biri müsbət olduğu üçün mənfi yazdım. Ev tapşırıqları işləyəndə bunları təkrarlayın. Bax, indi gəldi. 7 vur 8 56. Amma ikisi də mənfidir. Hə, ikisi də mənfidirsə cavab müsbət olur. İkisi müsbətli olanda cavab müsbət olur. İkisi mənfidir. Yəni işarələr eyni olanda ikisi də müsbətdir. Mən də müsbətim, o da. Cavabımız müsbətdir. Mən mənfi, o da mənfidir. Cavabımız yenə də müsbətdir. Yalnız bir dənə hal buydu da. Biri müsbət, biri mənfi, onda mənfi olur. İkisi də mənfi görən kimi bunun cavabı elə 15 vur 60 80, yox 90. 90, müsbət 90. Çünki ikisi də mənfidir. 42 vur 11 neçə eləyir? 462. Düzdür? 42 11-ə vuranda. İkisi də mənfi deyil, hələ müsbət 462. Yaxşı, daha çox uzatmaq istəmirəm. Bundan işləyər üstündə danışa. Bax, bunun cavabı, mən cavabları deyirəm də. Normal qaydada vuracaq sonuçda, bu heç. Bunun cavabı müsbətdir. Çünki ikisi də mənfidir də. Bax, ikisi də mənfidir. Cavab müsbət olur. İkisi də mənfidir, 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 müsbət olur. Müsbətlər onsuz da bilirsiniz, ikisi də müsbət olanda. İkisi mənfi olanda da cavab müsbət olur. Bunu bildiniz. Müsbətlər kimi. İkisi mənfi olanda da cavab müsbət olur. Vurmasında, bölməsində də. Bir dənə bunu yadlarsa vurma bölmədə ki, yadımda saxlayayım. Biri müsbət, biri mənfi olanda cavab mənfi olur. Vurma bölmədə. Və salam, öz adi qayda vururam belə moduzə böyük kiçik belə söhbət yoxdur burada. Vurma bölmədə belə söhbət yoxdur. Beyninizi qarışdırmayın. Qarışdıranlar olur, bunları da görmüşəm təcrübədən. Və salam, qoy qüvvəti də keçək də bu videonun içində. Mənfi ədədlərin qüvvəti. Çünki bu da çox çətin deyil. Videomuz uzun olmuyor bonusda. 30 neçə dəqiqədir hal-hazırda. Mənfi ədədlərin qüvvəti. Müsbət ədədlərin qüvvətini tutalmışam. Çünki müsbət ədədlərin qüvvətini bilirsiniz. Müsbət ədədin qüvvəti. Qüvvət nə idi? Bunların hamısı keçmişik ha. Məsəl üçün qoyada sana mənə 2 üstü 5 nə deməkdir? Bu ədədi bu qədər 5 dəfə bir-birinə vur. Yəni 1 2 3 4 5-dən 2 yaz, bax bu sayı qədər və bir-birinə vur deməkdir. Qüvvətin nə olduğunu bilirsiniz və müsbət ədədlərin qüvvəti həmişə müsbət cavabı alınır. Çünki müsbət ədədləri bir-birinə vursan cavab həmişə müsbət alınır. Bunu yadda saxlayırsınız. Bu heç bunu bilirdiniz onsuz da. Buna görə bu dəfə mövzunun mənfi ədədlərin qüvvəti. Bunun 2 dənə şey var. Cəmi 2 dənə qayda var. 2 dənə qayda var. Birincisi, yadda saxlayın ki, məsələn, mənfi ədəd yoxdur.
mənfi 2 üstü 2 və ya mənfi 2 üstü 3. Mənfi ədədin qüvvəti adi qüvvət kimi tapırsan. Bax 2 üstü 2 neçə edir? 4. Düzdür, 2 üstü neçə edir? 8. Bu cür tapırsan. Bu heç hələ ki düzgün cavab demirəm ha. Normalda bu cür tapırsan. 2 üstü 2 neçə edir? 4 eləmirdi. 2 üstü 3 neçə edir? 2 vur 2 vur 2 deməkdir. 8 eləmirdi. O cür tapırsan. O heç. Amma qüvvətdə bunu yadacaqsan mənfi ədədlərdə. Əgər mənfi ədədin qüvvəti cüt ədəddirsə, cavab həmişə müsbətdir. Bax elə yazaq. Qüvvət cütdürsə, cavab müsbətdir. Qüvvət tək ədəddirsə, cavab mənfidir. Vəssalam. Bu qədər asan. Bax mənfi 2 üstü 2-nin cavabı müsbət 4 edəcək. Mənfi 2 üstü 3-ün cavabı hələ mənfi 2 demək 2 üstü neçə 8 yaz. Sonra bir dənə bax. Amma bunun qüvvəti nədir? Tək ədəddir. Qüvvət tək ədəddirsə cavab 100% mənfi olmalıdır. Bu qədər rahat. Bax suallar üzərində göstərəcəm. Bir dənə xırda nüans çıxacaq, onu da göstərəcəm. Ona görə video axır kimi baxın. Bir dənə xırda nüans da olacaq. Öyrəndim, videonu saxlayım, yox. Bax, bu xırda nüans əsas. Bax, buna diqqətli olun. Hələ birincidən salmışam ki, yadımdan çıxmasın. Bax, mənfi, burada elə problem olmayacaq ki, 2 üstü 3. Bunun cavabı nəsə olacaq edir? Çünki 2 üstü 3 8 edir də. Təkdir qüvvəti mənfi 8. Hələ ki, əslində düzgün düşünmürsünüz, amma cavab düzdür. Amma cavab düzdür. Bir dənə mən sizə başqa bir nüans göstərəcəm. Bax, burada. Mənfi 5-in kvadratı. Qayıtacam bu suallara tezdən. Bir dənə bunu işləyim sizinlə. Mənfi 5-in kvadratı. Deyəcəksiniz ki, 5-in kvadratı neçə edir? 25. Bunu deyənlər olacaq aramızda. Və bu səhvi dəhşət çox eləyənlər olur. 5-in kvadratı neçə edir? 25. Bura kimi düz deyirsiniz. Düz, bunun qüvvəti nədir? Bunun qüvvəti cütdür. Cütdə nə demişdir Rasim? Müsbət. Bunun cavabı müsbət 25 salıb gedəcək. Səhvdir. Beynimiz qarışmasın. Deyəcəksiniz, necə? Bax, özün demədin qüvvət cüt olanda müsbət olur. Bəli, mən dedim ki, mənfi ədədi qüvvəti yüksəldirlərsə, qüvvət cüt olanda müsbət olur, qüvvət tək olanda mənfi olur. Sözümün üstə duram, qayda odur, qaydaya heç bir şey yoxdur. Amma burada diqqətli olacağımız məqam nədir? Burada mənfi 5-in kvadratı yazılmayıb. Bax, bu cür yazılmayıb. Mənfi 5 kvadrat yazılıb. Hələ ki, bu belə bir şeydir. Mənfi 5 kvadrat bu deməkdir. Mənfi 1 vur 5 kvadrat. Bu deməkdir. Sən 5-in kvadratının cavabını tapırsan. Çünki mənfi 5 bütöv mən indi göstərdim ki, mötərizə deyil. Bax, belə yazılıb. Mənfi 5 kvadrat. Belə yazılıb. Mənfi 5 kvadrat yazılıb. Normalda biz nə demişik? Birinci qüvvət həlli olunur da. Qüvvət alınır. Yəni 5-in kvadrat tapılır olur 25. Bunun cavabı 25 düzdür. Amma qabağında mənfi var. Cavab mənfi 25. Amma bu mənfi 5-in kvadratı deyil. Bu mənfi, intonasiyaya baxın, mənfi 5 kvadratıdır. Mənfi 5 kvadratı. Çünki mənfi 5-in kvadratı olsun deyə onu mənfi 5-in mötərizə almalı. Çünki mənfi 5-in kvadratı. Onda mənfi 5-in kvadratı mənfi 5 vur mənfi 5 deməkdir. Bir üstə kvadrat nə deməkdir? Yəni mənfi ədədə vuranda müsbət 25 olur. Cavab doğrudan müsbət 25 olur. Belə olsa mötərizə. Amma mötərizəsiz olsa bu mənfi 5-in kvadratı deməkdir. Mənfi 5 kvadrat deməkdir. 5 kvadrat. Yəni ki, mənfi 5 kvadrat. Yəni 5 kvadrat neçə edirsən, onun mənfisi deməkdir. Mənfi 5 kvadrat. Necə mənfi 3 demirsən, bu da 5 kvadratı ayrı söz birləşməsidir. Mənfi 5 kvadrat. Yaxşı? Yəni 5 kvadrat tapırsan 25, mənfisi amma qalır. Yaxşı? Nə vaxt mənfisi yoxa çıxır? Mötərizədə olanda. Çünki bu mötərizə olanda ki, mənfi 5 bütöv mötərizə ki, bu mənfi 5-in bütövlükdə mötərizəni göstərir ki, bu mənfi 5 bütövlükdə bunun kvadratı. Yəni bütöv bunu kvadratı yüksəlir. Onda cavab müsbət olur. Çünki qaydamız mənfi ədədin qüvvəti, cüt qüvvəti müsbəti verir. Tək ədədin qüvvəti mənfini verir. İndi beyniniz qarışmasın. Gəlin bu bir suala çox asandır. Sadəcə bir də bu məqamları başa düşməyimiz lazımdır. Bax, buna mənfi 2 kubu kimi baxmalı. Çünki mötərizədə deyil də. Görürsünüz, mötərizədə deyil. Ona görə buna boş mənfi 2 kubu kimi baxıram. Mənfi 2-nin kubu kimi baxmıram. Mənfi 2 kubu kimi baxıram. 2-nin kubu neçə idi? 8. Mənfi də götürüb yanına köçürürəm. Çünki mənfi 2 kubu idi. Onsa mənfi 2-nin kubu da mənfi 8 verəcək. Problem yoxdur burada. Amma cüt qüvvətdə problem yaranır. Bax, çaşmayın. Bu nədir? Bax, bu. Mənfi 4 üstü 4 deməkdir. Deyirsən ki, bax, hələ buna fikir vermirəm. Mənfi ədədin 4 üstü 4 256 edir, uzatmayın. Bu heç 256 adi qayda tapıram. Amma mənfi ədədin cüt qüvvəti müsbət edir, müsbət 256 düzdür. Bu bunun cavabıdır, bax bunun. Amma bunun burası bir dənə də mənfi var, mötərizədən qıraqda. O mənfi ilə köçürtməliyəm. Çünki bu mənfi 4-ün üstü 4 deməkdir, amma əlavə bir dənə də mənfi var. Yəni sən mənfi 4-ün üstü 4 tapırsan, mənfi 4-ün üstü 4 bəli düz tapırsan, cüt qüvvəti müsbət 256 edir. Amma bu cavabdan əlavə qabağında mənfi var. Bunlara diqqətli olmaq lazımdır. Mənfi 7 kubu. 7 vur 7, 343 edir də. 7-nin kubu. 343. Amma mənfisi də var. Əlavə yazdım bura. Bu mənfi 5-ə kvadrat müsbət 25. Düşünmədən. Çünki mənfi 5 mötərizədir və mənfi ədədin cüt qüvvəti bizə müsbəti verir.
Bax bu nə olacaq? Bu mənfi 25 olacaq bunun cavabı. Yox, ayrı-ayrı yazmışam. Çünki bu mənfi 5 kvadratıdır. Sən birinci 5 kvadratını tapırsan, çünki mənfi 5 bütün mötərizə yanmır. 5-in kvadratını tapırsan, sonra onun mənfilisidir. Yəni 5 kvadrat nədirsə bu 5 kvadratın mənfisidir. 5 kvadratı 25 edir, qabağında mənfi var, cavab mənfi 25. Bax burada nədir? Mənfi 9 mötərizə 4. Bu mənfi 9-un üstü 4-dür. Bu 9 üstü 4-dür, amma mənfili. Yəni 9 üstü 4-ün cavabı neçə edirsə daha uzatmıram, yazdım. Qabağına mənfisini mütləq yazmalıyam. Bax, mənfi 8 üstü 2. Neçə edir? Bax, mənfi 8 mötərizədirsə müsbət 64-ü verəcək. Cüt qüvvət olduğu üçün. Tək qüvvətlərin cavabını da uzatmıram. Mənfi neçə edəcək? 3, 9, 81. Neçə edir? 243 edir, mənfi 3 üstü 5. 3 üstü 5 243 edir və tək qüvvət olduğu üçün və ya mənfi işarəsinə baxdığımız mənfi 243 olur. Mənfi 4 üstü 5. Bax. Bu mənfi ayrıdır. Birinci mötərizənin cavabı tapıram da. Bu normal əməllər satır. Mənfi 4 üstü 5 eləyir 256, 1024. Düz elədim. 16, 256, 1024. 4 üstü 5, 1024 edir. Bu ədədlər vacib deyil. Mən işarəni istəyirəm sizə başdan. Bəli, bu tək qüvvət olduğu üçün, Hələ buna fikir vermə. Buranı həll edirəm. Bu mötərizəni mənfi 4 üstü 5 həll edirəm. Bax bunu. Bu tək qüvvət olduğu üçün cavab mənfi olmalıdır. Çünki mənfi ədədin üstü tək qüvvət olanda cavab mənfi olur. Bayaq dedim, cüt qüvvət onda müsbət olur. Bu mənfi 1024. Bəli, razıyam sizlə. Bunun cavabını tapdınız. Amma bunun cavabından alıb bunun sonunda bir dənə mənfi var da, o mənfi də bura köçürməliyəm. Onda o nə? Mənfi 1024. Yəni 2 dənə işarə olundu, mötərizə alır. Mənfi 1024 o nə deməkdir? Müsbət 1024 deməkdir. Çünki mən demişdim, 2 dənə çıxma yan-bayan gələndə bunun birisi yoxa çıxır o birisinin üstünə. Hələ bir dırmaşır o birisinin üstünə olur. Müsbət 1024. Onu da qeyd edim ki, sırf bu sonuncu dediyim var ha. Bu sırf sonuncu dediyim ibtidai sinif müəllimləri üçün, miqyaslı ibtidai sinif müəllimləri üçün vacib məlumat deyil. Damat da o boyda məlumatı götürmüş. Bura qədər hamısı vacibdir, hamısı vacib. Amma bundan oynası, çünki o birisi hamısı tənlikdə istifadə olunacaq, hamısı bərabərsizliklərin həllində istifadə olunacaq, hamısı indiyə kimi deyim. Bir də bu qüvvətin mənfi edilən qüvvəti ibtidai sinif müəllimlərinə o qədər vacib deyil. Amma öyrənək çünki o əməllər sırasında işləyəcək növbəti video dəstə bizim üçün rahat olsun deyə. Bunu da göstərim. 3 dənə qalıb. Mənfi 7-nin kubu olacaq. 7-nin kubu neçə idi? 49, o da 7, 343 və mənfi olduğu üçün mənfi 343 qüvvətdə tək qüvvətdir. Əslində mənfi 7-nin kubu deyil, bu mənfi 7 kubudur. Prost benziyor olmur. Burada cavab neçə olacaq? Mənfi nəsə, çünki mənfi ədəddir və tək qüvvətdir. Burada 4 kubu olur 64 və mənfi 4-ün kubu deyib də düzdür və üstü tək qüvvət olduğu üçün mənfi ədədin üstü tək qüvvət olunca cavab həmişə mənfi olur. Mənfini də qoydum bura. Çox beyninizi yormaq istəmirəm. Əgər bu video şagirdlərə baxsa, bu hissəni siz başa düşsəydiniz, çox güman ki, müəllimlər baxsa bu son hissəni, təkcə mənfi edilən qüvvət hissəsində çox beynini yorması. Başa düşsə əladır. Qısa bir məlumat yadda saxlasın. Nə var ki burada? Üstü tək qüvvət olanda mənfi ədədində, yəni müsbət olsa işimiz yoxdur. Müsbətin qüvvəti həmişə müsbətdir, tək də olsa, cüt də olsa, müsbətin cavabı həmişə müsbətdir. Müsbət ədədlər bir-birinə vuranda cavab həmişə müsbət alınır da. Amma mənfi ədədin üstü tək qüvvət olanda cavab mənfi ədəd olur. Amma yox, mənfi ədədin üstündəki ədəd cütdürsə, yəni cüt qüvvətsə, cavab həmişə müsbət olur. Şimdi deyirəm, söz xatası da eləmədim, tez-tez danışanda, hansı sözü səhv demədim. Və salam, müsbət mənfi ədədləri öyrəndik. Toplaması, sıxılması, vurulması ələm qüvvətidir üstündə. Müqayisəsi hamısını bildik. Növbəti dərslərdə bildiyimizi möhkəmləndirmək üçün indidən fraqman deyim də sizə. Əməllər sırasında işləyəcək ki, öyrəndiklərimizə biraz da öyrəşək, tam təkmilləşsin. Adi əməllər sırasında sadəcə mənfiləri zad əlavə eləmişik bura. Əməllər sırasında 20 dənə sual olacaq. Bunu işləyəcəyik növbəti videoda. Bir də xırdalıqlar qoymuşam, mötərizəni açmaq falan. Neysə, çox uzatmayayım. 2 dərs olacaq bundan sonra. Balaca dərslər. Uzun deyil, balaca videonun 30-40 dəqiqəyə uzaq baş ola bilər hərəsi. Növbəti dərsdə biz əməllər sırasında bir də xırdalıqlar var ki, təzəni açanda mənfini vurmaq falan. O xırdalıqları da qeyd eləmişəm. Orada ayrıca bir tapşırıq kimi. Əməllər sırası və o xırdalıqları öyrənəcəyik. Paylama qanunu, mənfi ədəd onun necə açılır, mötərizə vurub açıldığı normal bildiyimiz paylama qanunudur. Qeyri-adi şeydir. Amma mənfi ədədlə necə açılacaq onu öyrənəcəyik. Və salam. Əməllər sırası bir iki dənə xırdalıqlar. Bu bir video olacaq. Ondan sonra keçdik tənliklərə, bitdi. Tənlikləri də mənfi ilə həll eləmək, soldan sağa atmaq, sağdan. Onu da öyrəndən sonra hər cür tənliyi həll eləyə biləcəyik. Yəni mən kvadrat tənlikdə zaten danışmıram da. Miqə hazırlayan ibtidai sinif müəllimləri və düz xəttli tənliklər, şagirdlər həll edəcək. İstənilən düz xəttli tənliyi rahat şəkildə
həll eləyə biləcəksiniz. Vəssalam. Bununla da bizim bazamız mükəmməlləşmiş olacaq. Ondan sonra keçsək digər mövzulara giriş edəcəyik. Ümid edirəm sizi yormadım, amma çox vacib məqamlar idi. Bu bazı dərsləri sonuna çatırıq. Bunları tam dərk edəndən sonra digər dərslər asılır. Amma bunlarda boşluğunuz varsa digər dərslərə girmək onsuz mənasız idi. Çünki o boşluqlar sizə həmişə mane olub dərsdən iyrəndirəcəkdir. Bu günlük bu qədər. Növbəti videoda sizlə görüşərik. Videonu izlədikdən sonra mütləq şəkildə ev tapşırıqlarını dərindən işləyin. Bu deyimi hər dəfə deyirəm, bezdirmişəm sizi. Niyyətim də elə bezdirməkdir ki, eləyəsiniz. Diqqətinizə görə çox sağ olun. Sağ olun.